Salam əziz izləyicilər, bildiyiniz kimi ali məktəblərə və kolleclərə qeydiyyat başlayıb və bu qeydiyyat prosesi ilə bağlı müxtəlif suallar ünvanlanır. Ən çox gələn suallardan biri də əvvəlki ilin məzunları qeydiyyatdan keçərkən ödənişləri necə və hara ödəsinlər? Bununla bağlı müxtəlif vasitələr var. Məsələn, siz telefonunuzda müxtəlif proqramlar vasitəsilə ödəniş ödəyə bilərsiniz və yaxud da mağazalarda yerləşən Emanat, Milyon vasitəsilə ödəniş ödəyə bilərsiniz. Mən sizə adi bir qayda göstərdim. Məsələn, telefonumuzdan hesabaza daxil oluruq. Burada gördüyünüz kimi təhsil başlığı var. Onun üzərinə tıklayırıq. Ümumiyyətlə qeyd edim ki, digər aparatlardan da istifadə edəndə təhsil başlığına tıklayırsınız və burada siz Dövlət İmtahan Mərkəzini görürsünüz. Və Dövlət İmtahan Mərkəzinin üzərinə biz tıkladıktan sonra gördüyünüz kimi burada bizim ödəniş növü çıxır. Burada şəxsiyyəti təsdiq edən sənədin fin kodunu yazmalıyıq. Fin kodumuzu qeyd edirik, məsələn, və davam et. Və burada artıq bizim adımız, soyadımız çıxır, bizim məlumatlarımız əks olunur və burada nə qədər ödəniş ödəyəcəyik? 40 manat, 50 manat, 45 manat məbləği bura daxil edirik. Daha sonra kart növünü seçirik və davam et düyməsinə tıklayırıq. Və burada təsdiqləyə vururuq. Burada artıq öz kart məlumatlarımızı daxil edirik və ödənişi tamamlayırıq. Burada ödəniş ödədikdən sonra həmin məbləği biz DİM-in saytına daxil olduqdan sonra öz şəxsi kabinetimizdə görəcəyik. Və qeydiyyat zamanı ərizəni təsdiqləyəndə artıq məbləğ silinir və ərizə təsdiqlənir. Sağ olun, sağlıqla qalın.